Salam. 14 fevral həm də Azərbaycan tarixinin ən qanuni tarixlərindən biridir. Muradbağ istiqamətində 1500 igidimiz məhz 14 fevralda şəhid oldu. Təəssüf ki, 1505 şəhidimizdən 100-dən çoxu qar altında donaraq şəhadətə ucalmışdır. Biz bu günü nə tez unutduq. Şivləri, aslanları, olmaz üstüne koydu. Olmaz insanlar insanları, olmaz unutma onları. Anamız Azerbaycan'ın taksikili köşkler, nakşimi yavrulanları, olmaz unutma onları. Şerefli tarihim Azerbaycan yazı, yolda azalmışacak her köşkten